Aybaşı gecikir 3 gün, 5 gün qabağa ata bilər, dala ata bilər, o üzüsü normaldır, əhəmiyyət vermirik. Əgər baxırıqsa, yumurtanın həzmi yaxşıdır, doludur, 3 gün geri atılır. Amma kimdə ki, aybaşı davamlı 15 gün, 20 gün gecikir, gecikirsə, yumurta getirsə təmbəlləşir, o belə deyirəm də ki, unudur ki, aybaşı olmaq lazımdır, unudur ki, bunun folikulu yetişməlidir, aybaşı qanı gəlməlidir. Və hər ay periodik olaraq aybaşı gecikməsindən yumurtalığı öyrəşir. Zaman dildə 12 dəfə aybaşı olur, sən olursan 8 dəfə. 15 gün gecikirsən, 20 gün gecikirsən. Onda kimdə ki, yumurtalıqlar parkisoza meyillikdir, kimdə ki, və yaxud da zəif yumurtalıqlardır, və yaxud da ki, multifoliklər yumurtalıqdır, kimdə ki, aybaşı boyda gecikir gedir, keçir parkisoza. Parkisoza nədir? Bədən öyrəşir, yumurtalıq öyrəşir ki, folikul yetişdirməməlidir. Olur anovulator sikl, yəni folikulsuz sikl. Gecikir, 2 aydan bir, 45 gündən bir aybaşı gəlir. Ya da dərman veririk, onu suyunu yolundan qanadırıq. O yumurtalıq işləməsi demək deyil ki, qan gəlməyə yumurtalıq işləməsi deyil. Sən birinci qaydasına salmalısan içeri. Heç olmasa ədəbiyyat yazır ki, 21-35 gündən arası normal aybaşı çıxır, amma 21 düzgün deyil. 28-32 gün arasında 3-4 gün ileri geri normalı budur. Eğer aybaşı olmadığı sürece gecikirsə, bil ki, o hardasa bir fəsad verəcək sənə. Verəcək folikul yetişdirməməzliyi, verəcək və kistalaşdırma və ya da verəcək nədir parasitoz? Yumurtanın həcmi böyüyür 10-12-yə qədər, 10-12 cm normaldır. Keçir 12-dən, keçir olur 14, 15, 17, 20 həcm böyüdükcə yumurtanın kapsulası başlayır qalınlaşmağa, ora fibroz sökür. Sklerotik proseslər gedir, yumurtanın kapsulası qabıda qalınlaşır, olursa tipik parasitoz xəstəsi. Onlar olmasın deyə o aybaşı çıxlığını çox belə, adam var deyir, becərəməyə aybaşı olmaq nədir, olmasam yaxşı, 2 aydan bir, onun da bir tənbəlliyi var, amma orqanizm elə öyrəşir ki, o hər ay endometriya soyuluq tökülməlidir, hər ay normal yumurtalıq cikla oturmalıdır. Tənbəllik eləyənlərin axı gəlir, parasitoza keçir. Təqşdə dərman yazım, aybaşı ol, aybaşının 2-3 gün gəl yumurtaların həzminə baxaq, sənin qaydasına sağlıq.